Vətəndaşın gəliri nə qədər az olsa, ictimai nəqliyyatda qət elədiyi məsafə də bir o qədər çox olur. Bu dünyanın hər yerində belədir, Bakı da istisna deyil. Çoxluq yaşamaq üçün evlərin ucuz olduğu yeri seçir, iş yerləri isə və mədəniyyət ocaqları əsasən şəhərin mərkəzində və ya digər bahalı ərazilərində yerləşir. Demək, kasıb adam ictimai nəqliyyatda daha uzun məsafə getməyə məcburdur deyə biz də Hakim Yeni Azərbaycan Partiyasının hökuməti nə qərara gəldi? Bəli, şəhərdə ictimai nəqliyyatın haqqını məsafəyə bağlasın. Yəni, nəqliyyat xərcini kasıb vətəndaşlara ödətdirmək istəyir indiki hökumət. Prezident təzə sərəncam imzalayaraq öz hökumətinə bunu hazırlamağı tapşırıb. Şərti olaraq deyək ki, indi nəqliyyat sisteminin qazandığı hər 100 manatdan 60 manatını kasıb təbəqə ödəyirdisə, məsafəyə bağlı sistem qəbul olunsa, hər 100 manatdan 80 manatını kasıblar ödəyəcək. Bizim indiki hökumətdən fərqimiz də ondadır ki, biz şəhər içində nəqliyyat biletlərinin məsafəyə deyil, vaxta bağlı olmasını istəyirik. Məsələn, yarım saatlıq ya da 1-2 saatlıq bilet alırsan və bu vaxt ərzində istəyirsən yolun bir hissəsini avtobusla, o bir hissəsini metro ilə, ürəyin hara istəyirsə, getmək istəyirsə, get.